Əssalamu aleykum əziz müsəlmanlar. Keçən dərs qaldığımız yerdən çalışmalarda davam edirik. Demək, ikinci çalışmanın şərti imlə fil fəraği fi məyyəli. Gələn yerlərdə boşluqları doldur. Binnə'tilləzi sifətlə əlləzi hansı ki beynə qavseyni bə'də təxliyyətihi bi əlifləm ində lüzumi. Deməli, mötərizənin içindəki sifətləri oradan azad etdikdən sonra və lazım olduqda da qabağına əlifləm artıraraq bu boş yerlərə qoyub, oxuyub tərcümə etməliyik. Keçək tətbiqata. İlk cümləmiz Eynəl müdərrisu. İndi bunu buradan çıxardıb bura qoymalıyıq və bilirik ki, sifət özündən əvvəlki sözə tabidir. Ona görə əlifləmlə əl-cədidu qoymalıyıq. Eynəl müdərrisul cədidu. Yeni müəllim haradadır? Növbəti Ət-təciru fis-suqi. Burada kəbir sözü var. Kəbir sözü bunun sifəti olduğuna görə bu əlifləmlidir. Ona görə əlifləmli şəkildə yazırıq. Əl-kəbiru. Yəqin ki, tələbələr başa düşürlər nəyə görə mən burada əlifləm qoydum. Çünki sifət özündən əvvəlki sözə tabi oluruq. Dörd kateqoriyaya görə. Onlardan da biri müəyyənlikdədir və yaxud da qeyri-müəyyənlik. Burada müəyyən olduğuna görə burada da əlifləmi mütləq əlavə etməliyik. Əks halda bu bunun sifəti ola bilməz. Ət-təcirul kəbiru fis-suqi. Deməli, böyük tacir bazardadır. Ənə talibun. Bunu gətirir bura qoyuruq. Qadimun. Əlifləmi yoxdur, ehtiyacı da yoxdur deməli. Ənə talibun qadimun. Mən köhnə tələbəyəm. Cələsə ət-talibu. Burada sifəti gətirib bura qoyuruq. Burada əlifləmi olduğuna görə əl-cədidu. Cələsət talibul cədidu. Yeni tələbə oturdu. Xalfə Muhammedin. Muhammedin arxasında. Növbəti cümlə. Mən əl-vələdu və yaxud da mənil-vələdu bir yerdə oxusaq. Burada sifəti gətirib bura qoysaq əlifləm artırmalıyıq. Çünki bu söz əlifləmlidir. Gördüyünüz kimi. Ət-tavilu. Ət-tavilu. Mənil vələdu-tavilu əlləzi xaracəl ənə minəl fasli. Deyir ki, kimdir uzun uşaq, hansı ki çıxdı indi sinifdən. Sinifdən indi çıxan uzun uşaq kimdir? Növbəti Əmmərun vələdun qasirun. Əlifləmə ehtiyac yoxdur. Çünki sifət özündən əvvəlkinə tabidir və orada da əlifləm yoxdur. Deməli, Ammar qısa boy uşaqdır. Növbəti bəndi Faysalun tabibun şəhirun. Olduğu kimi yazaraq. Çünki əlifləm yoxdur özündən əvvəlki sözdə. Faysal məşhur həkimdir. Limən hədəs-səriru. Məqsurun gətirib bura qoyuruq əlifləmlə. Əl-məqsuru. Sual. Deyir ki, kimindir bu sınıq çarpayı? Növbəti misal. Hədə qələmun. Olduğu kimi yazırıq. Məqsurun. Bu sınıq qələmdir. Eynəs-sikkinu. Əlifləm var. Ona görə də növbəti sözdə də əlifləm artırırıq. Əl-həddu. İti. Haradadır iti bıçaq? Bəli, növbəti səhifəmizə keçək. Çalışmanın davamı var. Sonuncu bəndidir daha doğrusu. Limən hədihis-səyyəratu. Burada əlifləm var. Ona görə də bu sözə də əlifləm artırmayıq. Əl-cəmilətu. Əl-cəmilətu. Kimindir bu gözəl maşın? Bu gözəl maşın kimindir? Bəli, sonuncu çalışma qalıb. Bunu da tamamlayaq və dərsimizi yekunlaşdıraq. İqra, oxu. Burada əlləzi deməli sözüdür. Əlləzi hansı kimi tərcümə olunur. Lakin cümləni arxadan irəliyə doğru tərcümə edəndə an, ən və yaxud da dakı, dəki kimi tərcümə olunur. Gəlin çalışmanı birlikdə edək. Ət-talibu əlləzi xaracə minəl faslil ənə min indunisiyə. Tələbə hansı ki
çıxdı sinifdən, indi İndoneziyadandır. Və yaxud da daha gözəl tərcümə etsək, indi sinifdən çıxan tələbə İndoneziyadandır. Əl-kitabullezî aləl-məktəbi lil-müdərrisi. Kitab hansı ki stolun üzərindədir, kimindir? Lil-müdərrisi, müəllimə məxsusdur. Və yaxud da stolun üzərindəki kitab müəllimindir. Limən hədəl qələmu əl-cəmilu əlləzi aləl-məktəbi. Demək, kimindir bu qələm, necə qələm? Gözəl. Bu gözəl qələm hansı ki stolun üzərində. Stolun üzərindəki bu gözəl qələm kimindir və yaxud da kimə məxsusdur? Əl-beytu əl-kəbiru əlləzi fi zəlikəş-şəri'i lil-vəziri. Deməli, böyük ev hansı ki fi zəlikəş-şəri'i o küçədədir. Lil-vəziri, nazirə məxsusdur. Belə tərcümə edəsək daha yaxşı olar. Deməli, o küçədəki böyük ev nazirindir və yaxud da nazirə məxsusdur. Əs-səriru əlləzi fi ğurfəti Xalidin məqsurun. Çarpayı hansı ki Xalidin otağındadır, sınıqdır. Və yaxud da ki, Xalidin otağındakı çarpayı sınıqdır, sınıq vəziyyətdədir. Bəli, onunla da bu dərsi tamamlamış sayılırıq. Burada beytun, cədidun, beytun mən'uddur. Mən'ud yəni bizim dilimizə tərcümə etsək sifətlənmiş sözdür, vəsf olunmuş sözdür. Cədidun isə sifətdir, nə'at. Nə'at da demək olar, sıfətun da demək olar. Bizim dilimizdə də sifət və yaxud da vəsf kimi tərcümə olunur. Bəli, gələn dərsi inşallah 10-cu dərsimizi keçəcəyik. Allah asanlaşdırsın. Əssəlamu aleykum və rəhmətullah və bərəkatuhu.